Son dövrlər sosial media platformalarında bəzi idman qidalarını narxlamağa kömək edir, piy yandırır, yağları əridir, bədən çəkisini azaltmağa kömək edir və digər bu kimi ifadələrlə reklam edilməsi halları artıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, qida məhsullarının istehlakçılara bu cür çaşdırıcı ifadələrlə təqdim olunması qanunvericiliyin tələblərinə ziddir. Qida təhlükəsizliyi haqqında qanuna əsasən qida məhsullarının etiketində, reklamında və təqdimatında həmin məhsula xas olmayan təsir və ya xassələrin göstərilməsinə yol verilmir. Nəzərə alınmalıdır ki, idman qidalarının tərkibində olan komponentlərin bu cür təsir göstərdiyinə dair müvafiq beynəlxalq qiymətləndirmə qurumları tərəfindən tanınmış hər hansı bir sağlamlıq bəyanı mövcud deyil. Bu səbəbdən həmin məhsulların bu cür iddialarla təqdim edilməsi də istehlakçılarda məhsulun real təsiri barəsində əsassız və yanlış təsəvvür formalaşdırır. Akt da sahibkarlıq subyektlərinə xəbərdarlıq edir. Məhsulların satışını artırmaq məqsədi ilə hüquqi və elmi əsası olmayan xüsusiyyətlərin məhsulun etiket və təqdimatına istifadəsi yol verilməzdir. Sahibkarlar məhsulların reklamı və təqdimatı zamanı yalnız qanunvericiliyin tələblərinə uyğun düzgün əsaslandırılmış və istehlakçını yanıltmayan məlumatlardan istifadə etməlidir. İnfluenserlərə və digər ictimai nüfuz sahiblərinə müraciət edərək onları geniş auditoriyaya təqdim etdikləri məhsullar barədə məlumatların doğruluğuna əmin olmağa çağırırıq. Xüsusilə sağlamlıq və bədən çəkisi ilə bağlı konkret nəticələr vəd edən əsassız iddiaların yayılmasından çəkinmək vacibdir. İctimai etimaddan istifadə etməklə bu cür reklam iddialarının paylaşılması istehlakçıların yanlış yönləndirilməsinə səbəb ola bilər. İstehlakçıların diqqətinə çatdırırıq ki, sosial media reklamlarında səsləndirilən hər iddia məhsulun real təsirini göstərmir. İstehlakçılar ictimai nəzarəti gücləndirməli, yalnız rəsmi və etibarlı mənbələrə əsaslanmalıdırlar. Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının müdafiəsi məqsədilə qida məhsullarının reklamı və təqdimatı zamanı qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarəti davam etdirəcək.